Öncelikle salam, bugün sizinle bu nümunə olaraq yerləşdirdiyim göz makyajını eləyəcəyik. Öncədən deyim ki, mən artıq üzümü nəmləndirmişəm və Payezin bu BB kremindən istifadə edirəm. Üz makyajımı bitirdikdən sonra gözlərə keçirik. Gözlərim üçün Teknikin hardasa bu gül qurusu rənginə və biraz da bordo rəngi xatırlatan göz kölgəsindən istifadə edirəm. Hər iki gözümün üzərinə orta başlıqlı fırça ilə renkləri belə deyim bərabər şəkildə yaymağa çalışıram. Yaydıktan sonra isə gözümün üzərinə bu biraz zərli görünüşdəki belə deyim teni çəkdikdən sonra biraz səliqəsizliklər yandı. Buna görə bir bulaq çöpündən kömək alacağım. Buradakı bu çirkliyi biraz götürəcəm. Onsuz da biz bunun konsilerlə üzərindən keçəcəyik. Gözlərimizə Lilian Sabonun bu göz qələmi ilə belə bir liner çəkirik. Artıq çəkdikdən sonra birazca çox az şampan rənginə yaxın belə deyim zəy keçəcəm. Burada biraz çətin qərar olacaq. Bu rəngi göstərim, bu rəngi götürəcəm. Biraz çox az hardasa üzərindən keçəcəm. Hal-hazırda belə görsənir linerlə. Bizim çox böyük parmağımla götürdüm. Biraz belə simli bir görüntü olacaq. Və indi isə bizim bu qaşları gözlərimizin üzərinə yapışdırmaq qalır. Bizə lazımdır bu balaca olanları seçib. Göz makyajımız bitdi və bizdə səliqəsizliklər var. Həmçinin gözaltı qaralığı var biraz. Buna görə səhv məhsulu götürdüm. L'Oreal'ın belə bir konsileri var. Göz altlarımıza konsiler keçəcəyik və makyajda daha belə sərt bir xətt yaradacağıq. Göz makyajımızı bitirdik. Mən əllik və highlighterımı da əllik highlighterımı çəkdim. İndi isə pomada hissəsidir. Mən dodağımı az öncə bununla belə deyim nəmləndirdim. O rəngdə hardasa gözümün üzərindəki rəngə yaxın bir rəng tonlarında pomada istifadə olunur. Məndə ona yaxın Maybelline'in belə bir pomadası var, ondan istifadə edəcəm. Sadəcə çox az şey eləmək istəyirəm. Yəni əsas fokus gözlərdədir deyə dodağa az bir pomada keçəcəm. Belə.